Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya vel murselin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'na. Ve enfa'na bima allamtena ve zidna ilma. Allahümme la sehle illa ma cealtehu sehla. Ve ente tec'alul hazne izâ şi'te sehla. Deməli, qardaşlar, 3 əsas kitabını götürdük və 3 əsas kitabından dedik ki, 3 əsasda əsas məqsəd, yəni 3 əsas qəbirdə soruşulan suallardır. Rəbbin kimdir, dinin nədir və Peyğəmbərin kimdir? Rəbbin kimdir sualını götürdük, keçdik dinin nədir sualına və dedik ki, dinimiz İslamdır. Ve İslam'da dedik ki 3 İslam var. Birinci İslam ümumi İslam'dır. Bütün peygamberlerin dini olan Hənif İslam'dır. O da Allah'a ibadet etmek, ona hiçbir şey şərik koşmamak. İkinci İslam Muhammed sallallahu aleyhi ve selleme verilen, gönderilen İslam'dır. Bu da bizim şəriətimizdir, İslam dinidir. Üçüncü İslam'da İslam'ın mərtəbələrindən olan İslam'dır. İslamın 3 mərtəbəsi var. İslam, iman, ihsan. Deməli, keçən dərsdə də o İslamın 3 mərtəbəsindən olan İslamı götürdük. Dedik ki, onun 5 rükünü var. Şəhadət getirmək, namaz qılmaq, zəkat vermək, oruç tutmaq, həcc etmək. Və bugün də inşallah İslamın mərtəbələrindən olan ikinci mərtəbəyə keçirik. O da iman mərtəbəsidir. Müəllif rahimehullah buyurur ki, El-mərtəbətü thaniyə el-iman və huvə bid'un və səb'unə şü'bə. İkinci mərtəbə iman mərtəbəsidir. O da 73'dən çox şöbəsi var. Fə'aləhə qul la ilahə illallah və adnəhə imətətul əzə anit tariq. O şöbələrin ən ucası La ilahe illallah kəlməsidir və ən aşağısı da yolda insanlara əziyyət verən maniyəni dəf etməkdir. Vəl-həyəu şü'bətun minəl-iman. Həya da imandan bir şöbədir. Və ərkanuhu sittə. Onun 6 rüknü vardır. Ən tu'minə billahi və mələikətihi və kutubihi və rusulihi vəl-yevmil axiri və tu'minə bil-qadari xayrihi və şərrihi. Allah'a, mələklərinə, kitablarına, elçilərinə, axirət gününə və qədərin xeyrinə və şərinə iman etmək. وَالدَّلِيلُ عَلَى هَذِهِ الْأَرْكَانِ السِّتَّةِ قَوْلُهُ تَعَالَى لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَدَلِيلُ الْقَدَرِ قَوْلُهُ تَعَالَى إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ. Bu 6 ərkana, rükuna dəlil, imanın 6 rükuna dəlil. Uca Allah Quran-ı Kərimdə buyurur ki, xeyirxah işlər yalnız üzünüzü məşriqə və məğribə döndərməyiniz deyil. Lakin yaxşılıq Allaha iman, axirət gününə iman, mələklərinə, kitablarına və peyğəmbərlərinə imandır. Burada qədər zikr olunmadı bu ayədə. Qədəri də başqa ayədə Uca Allah buyurur ki, biz hər bir şeyi qədər üzərində yaratdıq. Bu, Qurandan olan dəlildir. Hədisdən olan dəlil də Cəbrail əleyhissalamdan gələn, Cəbrail əleyhissalamın məşhur hədisi olan, Cəbrail hədisi ilə məşhur olan hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem orada qeyd edir. Onu da inşallah müstəqil dərs olaraq keçəcəyik inşallah. Deməli, imanın dedik ki, 73 şöbəsi var, 73'dən yuxarı şöbəsi var. Yəni, burada bid'un və səb'unə şöbə gəlir. Yəni, bid'un kəlməsi ərəb dilində 3 ilə 10 arası bir rəqəmdir. Yəni, 3 də ola bilər, 9 da ola bilər. Yəni, bu arada olan rəqəmdir. Yəni, 73'dən yuxarı olan şöbəsi var. Başqa rivayətdə gəlir, 63'dən yuxarı şöbəsi vardır. Yəni, bu şöbələrdən birində xələl olarsa, deməli, insanın imanında naqislik vardır. Bunlar da
Yəni şəriətdə yəni iman özü lüğəti mənası iqrar etmək deməkdir, iman sözü. Şəri mənası isə qavlun bil lisan və i'tiqadun bil qalb və amelun bil cəvarih vəl ərkan. Yezidu bil ta'a və yanqus bil ma'siyə. Dil ilə demək, iman dil ilə demək, qəlblə etiqad etmək, əzalar və yəni insan bədən əzaları ilə əməl etmək və bu da itaətlə artır, asiliklə azalır. Və burada 5 şey qeyd olundu və bu 5 şeyə dəlil də elə bizim bu dərsdə keçdiyimiz hədisdir. Hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, iman 63-dən yuxarı şöbəsi vardır. Onun ən üstünü la ilahe illallah kəlməsini deməkdir. Deməli bu söz ilə deməyə 5 rüknundan, imanın 5 rüknundan 5 şərtindən biridir söz ilə demək, dil ilə demək. Aşağı dərəcəsi isə yolda əziyyət verən şeyi uzaqlaşdırmaq, bu da əməllərlə icra etməkdir. Həya da imandandır kəlməsi, bu da qəlblə etiqad etməkdir, qəlbə olan dəlildir. İtaətlərlə artır, asiliklərlə azalır kəlməsinə dəlil isə Uca Allah Quran-Kərimdə buyurur ki, Eyyukum zədəthu həzihi imanə. Bu sizin hansınızın imanını artırar. Yəni deməli Uca Allah hansısa əməlin insanın imanının artırmasını buyurursa, deməli iman artan bir məsələdir. Eləcə də artırsa, deməli azalan da məsələdir. Asiliklərlə artır, itaətlərlə artır, asiliklərlə azalır. İmanın şöbələri ilə rükunları arasında fərq nədir bəs? Şöbələr dedik, imanın şöbələri var, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində gəlir və rükunlar dedik, onun üçün də ayrı hədis gəlir. İmanın şöbələri ilə rükunları arasında olan fərq, şöbələr ümumidir, rükunlar xüsusidir. Yəni imanın rükunlarından hər birisi imanın şöbələrindən biridir. Ən ucası la ilahe illallah kəlməsidir və imanın rükunları da o şöbələrdən biridir. Allaha iman etməkdir, mələklərinə, kitablarına. Bunlar hər biri imanın şöbələrindən biridir. Ən ucası da la ilahe illallah kəlməsidir, ən aşağısı da yolda olan manini uzaqlaşdırmaqdır. Amma hər bir rükün imanın şöbəsidir, amma hər bir şöbə imanın rükunlarından deyil. Çünki yoldan əzanı uzaqlaşdırmaq imanın rükunlarından deyil. İmanı təsir edən, imanı artıran əməllərindən olsa da imanın rükunlarından deyil. Və sonra dedik ki, imanın 6 rüknü var. Birincisi, Allaha iman etməkdir. Bu barədə danışmışıq, qısa olaraq keçək ki, burada. Deməli, Allaha iman etmək 4 şeylə olur. Birincisi, Allahın varlığına iman etmək. İkincisi, Allahın rububiyyət tövhidinə ibadət etmək, yəni Allahın əməllərində, feillərinə iman etmək. Yəni Allah Subhanahu taala feilləri vardır, yaradır, roziləndirir, idarə eləyir. Üçüncüsü, Allahın uluhiyyət tövhidinə iman etməkdir. Bu da Allaha ibadət tövhididir. Yəni insan iman etməlidir ki, Allahdan başqasına ibadət etmək olmaz, yalnız Allaha ibadət etməlidir. Üçüncüsü də o əsma sifət, ad və sifətlər tövhidinə iman etməkdir. Dördüncü də dedik ki, Allahın ad və sifətlərinə iman etmək. Bu 4 şeylə Allaha iman olur. Allahın varlığına iman deyəndə, yəni Allahın varlığına iman 4 şey olur. 4 şey bunu sübut edir. Birincisi, ağıl sübut edir. Yəni hər bir kəsin ağlı sübut edir ki, onları yaradan bir varlıq vardır. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, Əm xuliqu min qeyri şeyin əm humul xaliqun. Onlar heç nəsiz yaranıblar, yoxsa onlar yaradandırlar. Təbii ki, ağla sığmaz ki, hər bir kəs bu qədər möcüzəli bir varlıqlar yaradan olmadan var olsun, təsadüfən var olsun. İkincisi hissiyatdır. Yəni insanın hissiyatı dəlil onu göstərir ki, Allahın varlığı vardır. Yəni insan bir sıxıntıya düşəndə, bir dara düşəndə,
əlin qaldırıb Allaha dua edəndə və yaxud əlin qaldırıb bir mədəd axtaranda Allah Subhanahu taala daim onun sıxıntısına yardım eləyir. Dərhal ona kömək eləyir. Bu da onun bir darda olan vaxtı ona nəzarət edən, onun sıxıntıları aradan qaldıran bir varlığın, yaradanın olduğunu isbat eləyir. Üçüncüsü də fitrətdir. Fitrət də bunu sübut eləyir. Yəni, hər bir kəsin fitrəti, necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hər bir doğulan uşaq fitrət üzərində doğulur. Onların atası onları ya Yahudidir, ya Nasranidir, ya da ki, Məcusidir. Fitrət də onu göstərir ki, yəni hər bir kəsin yaradanı vardır. Eləcə də şəriət də bunu göstərir. İbn Qayyim rahimehullah buyurur ki, Quran-ı Kərimdə elə bir ayə yoxdur ki, orada Allahın varlığına dəlalət edən bir işarə olmasın. Hər bir ayədə Allahın varlığına dəlalət edən bir işarə vardır. Deməli, ikinci rükün isə, bu birinci rükün idi, Allaha iman etmək. İkinci rükün Allahın mələklərinə iman etməkdir. Mələklər qeybi aləmdir. Allah Subhanahu taala onları nurdan yaradıb. Onlar daim Allaha itaat edər, ona asi olmazlar. Onların ruhları vardır. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Ruhul Qudus, müqəddəs ruh var onlarda. Və əcsadun, yəni onların cəsədləri də vardır. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Ca'ilil mələikəti rusulən uli əcnihatin məsnə və thüləthə və ruba' yezidu fil xalqi mə yeşə. Mələkləri elçi olaraq qanadları ilə 2-2, 3-3, 4-4 yaradan Allah'tır. Allah istədiyi yaradılışı istədiyini artırar. Deməli, onların varlığı vardır, bir cəsədləri vardır. Eləcə də onların qəlbləri, ağılları vardır. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, Həttə izə fuzzi'a an qulubihim qalu məzə qalə rabbukum. Hətta onların qəlblərindən qorxu götürüldüyü zaman onlar deyərlər ki, Rəbbiniz nə dedi? Yəni, onların qəlbinin olduğuna dəlildir bu. Biz onlara iman edirik. Onların Allahın bizə öyrətdiyi bəzi adları var ki, onlara da iman edirik. Cəbrail kimi, Mikail kimi, İsrafil kimi. Onların da vəsfləri vardır, sifətləri vardır. Uca Allah Quran-ı Kərimdə buyurur ki, "La ya'sunallaha ma amarahum və yef'aluna ma yu'marun." Onlar Allaha heç vaxt asi olmazlar. Onlara əmr edənləri dərhal edərlər. Beləcə də onların əməlləri vardır. Ərşi daşıyanlar kimi və biz onlardan gələn xəbərlərə təfsilatlı şəkildə iman edirik. Onlara iman, mələklərə iman bir neçə məsələni özündə ehtiva edir. Birincisi, onların var olmasına və məxluq olmasına iman etmək. Yəni, onlar qullardır, onlar məbud deyillər, onlara ibadət olunmaz. Onlar daim Allaha ibadət edərlər. Uca Allah Quran-ı Kərimdə buyurur ki, "La yestekbiruna an ibadatihi və la yestehsirun." Onlar Allaha ibadətdə təkəbbürlük etməzlər və bundan yorulmazlar. "Yusabbihunal leyla ven-nahara və la yefturun." Gecə və gündüz Rəbbinə təsbih edərlər, tərif edərlər, heç vaxt bezməzlər, yorulmazlar. Eləcə də onlar Allaha asi olmaqdan uzaqdırlar. Uca Allah Quran-ı Kərimdə buyurur ki, "La ya'sunallaha ma amarahum." Allahın onlara əmr etdiklərinə asi olmazlar. Deməli, bu birinci məsələ idi. Onların var olmasını, onlara imanın gərəkdirdiyi şeylərdən birinci məsələ onların var olmasına, məxluq olmasına iman etmək. İkincisi, onların bəzilərinin adların olmasına iman etməkdir. Cəbrail kimi, Mikail kimi, İsrafil kimi və bu üç mələk başqa mələklərdən daha üstündür, daha fəzilətlidir. Eləcə də bəzi mələklər var, adlarını bildiyimiz Məlik kimi, cəhənnəm xəzinədarı və yaxud cəhənnəm gözətçisi. Eləcə də Həfədə var. Bunlar da vəhiy yazan, əməlləri yazan mələklərdir. Eləcə də ölüm mələyi vardır.
bunlara da iman edirik. Bəzi məsələlər var mələklər barəsində, bəzi adlar var. Onlar səhih deyil. Ölüm mələyinə Əzrail kimi deyirlər. Bəzi rivayətlər gəlib düzdür, səhih deyil o rivayətlər. Eləcə də cənnətin gözətçisinə deyirlər, Ridvan var. Bu barədə hədislər sabit olmayıb, düzgün deyil. Deməli, bildiyimiz adlara iman edirik, bilmədiklərimizdə də ümumi olaraq iman edirik. Üçüncü məsələ, onlar barəsində Quran və sünnədə gələn məsələlərə iman etmək. Uca Allah Quran-Kərimdə onlar barəsində buyurur ki, Ca'ilil mələikəti rusulən uli əcnihatin məsnə və thulətə və ruba' yezidu fil xalq mə yəşə. Mələkləri elçi olaraq qanadlı 2-2, 3-3, 4-4 qanadlarla yaradan Rəbbindir. Allah istədiyi məxluqatı istədiyi kimi artırar. Eləcə də Peyğəmbər sallallahu əleyhi və səlləmdən gəlib ki, o Cəbrail əleyhissalamı öz heyətində görüb, öz şəklində görüb və onun deyir 600 qanadı vardır, o üfüqü örtmüşdür, o qədər böyükdür. Eləcə də Allah Subhanahu taala onlara şəkildən şəklə girmək qüdrəti verib, necə ki Cəbrail hədisində gəldiyi kimi, o ağ paltarlı, ağ saqqallı bir insan şəklində girmişdir. Yəni şəkildən şəkilə girmək vəsif verilib. Dördüncü məsələ, onların bəzi əməlləri var, onlara iman etmək. Yəni Allah Subhanahu taala onlara bəzi əməllər əmr edib, onlar Allaha itaat etməklə əmr olunublar, onları edir. Eləcə də asi olmaq, Allaha asi olmaq onlara qadağan olunub və Allahın izni ilə onlar da kainatı idarə edirlər. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, وَالنَّازِعَاتِ غَرْقَ Ruhları şiddətlə alan mələklər. وَالنَّاشِطَاتِ نَشْطَ Eləcə də ruhları yumuşaq alan mələklər. وَالسَّابِحَاتِ سَبْحَ Havada süzülən mələklər. وَالسَّابِقَاتِ سَبْقَ Əmirləri yerinə yetirən mələklər. وَالْمُدَبِّرَاتِ əmrə Allahın izni ilə işləri idarə edən mələklər. Bunların bəzi əməllərdir ki, biz onlara iman etməliyik. Beşinci məsələ, biz bilməliyik ki, onların sayı həddindən artıq çoxdur. Onların sayını Allahdan başqa heç kəs bilməz. Uca Allah Quran-Kərimdə buyurur ki, وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُ Rəbbinin ordusunu ondan başqa heç kəs bilməz. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də onların sayı barəsində xəbər verir ki, bizə o Peyğəmbər sallallahu əleyhi və səlləm səmaya qaldırıldığı zaman o səmada Beytül Mə'mur məscidini görür və deyir, ora deyir, hər gün 70.000 mələk daxil olur, orada Allaha ibadət edir və sonra oradan çıxırlar. Orada namaz qılmaq üçün qiyamətə kimi onlara növbə çatmır, həmin oradan çıxan mələklərə. Yəni, o qədər çox mələk olacaq ki, ikinci dəfə orada namaz qılmağa onların növbəsi çatmayacaq. Bu da mələklərə iman idi. Üçüncü rükun kitablara iman etməkdir. Kitablara iman etmək, bu onu göstərir ki, Allahın göndərdiyi bütün kitablar Allahın kəlamıdır, məcaz deyil. O, Allah tərəfindən göndərilmişdir, məxluq deyildir. Allah Subhanahu taala hər bir göndərdiyi elçiyə öz kitabını göndərmişdir və onların bizə məlum olan isimlərinə, adlarına iman edirik. Orada olan hökmlərə təfərrüatlı şəkildə və ümumi şəkildə iman edirik ki, hansılar ki, onlardan nəsx olunmayıb. Və iman edirik ki, Quran onların sonuncusudur. Ondan qabaq gələn bütün kitabları nəsx edir. Tövratıdır, İncilidir, Zəburudur. Bunların eləcə də İbrahim və Musa'nın səhifələridir. Bunların hamısını nəsx edir. Bu kitablar Allahın kəlamı olduğuna görə, bu kitablar insanların yaşayışında və qayıdış yerində olan bütün xoşbəxtlikləri özündə cəm eləyib. Eləcə də bu kitablar özündə Allahın ad və sifətlərini, Allahın sevdikləri şeyləri və
qəzəb etdiyi, nifrət etdiyi şeyləri özündə ehtiva edib. Onları bizə bildirib. Eləcə də orada insanların qayıdış gününü, insanların yaşayışını bizə bildirib. Eləcə də onlara insanları müjdələyən və insanları çəkindirən şeyləri, eləcə də insanların tezləşdirilmiş və gecikdirilmiş xoşbəxtçiliyi barəsində olan məsələləri bizə xəbər verir. Və bu kitablara iman etmək də özündə bir neçə məsələni ehtiva edir. Birincisi, bu kitablar hamısı Allahın kəlamıdır. Allah Subhanahu taala həqiqi olaraq o kitabları öz dili ilə deyib, öz kəlamı ilə danışıb. Uca Allah Quran-Kərimdə buyurur ki: "Fəəcirhu hatta yesma'a kelamallah." Ona aman ver ki, hətta Allahın kəlamını dinləsin. Bu ayə dəlildir ki, Quran Allahın nazil etdiyi kitablar Allahın kəlamıdır. İkinci məsələ, biz iman etməliyik ki, o kitabların adları vardır, hansı ki onları bilirik. Qurandır, Tövratdır, İncildir, Zəburdur, İbrahim və Musanın səhifələridir. Üçüncü də o kitablarda olan hökmlərin, xəbərlərin nəyinə ki, hansına ki bizim Quran və sünnədən dəlil var, onların hamısına iman edirik. Yəni bir hökm gəlir o kitablardan, istəyir Tövratdan olsun, istəyir İncildən olsun, istəyir Zəburdan olsun. O hökm və yaxud xəbər gəlir. O xəbər Quran və sünnə onu təsdiq edirsə, onlara iman edirik ki, bu Allahın kəlamıdır. Çünki o kitablar dəyişdirildiyinə görə əlimizdə olan o kitabların Allahın hamısının, orada olan kəlmələrin hamısının Allahın kəlamı olduğuna əmin deyilik. Hansılar ki Allahın kəlamıdır, bizim kitab, Quran və sünnə onu təsdiq edib. Uca Allah Quran-Kərimdə buyurur ki: "Əm ləm yunəbbə bimə fi suhuf Musa və İbrahiməlləzi vəffə əllə təzir vaziratan vizra uxra və ən leysə lil insani illə mə sə'a." Məgər biz sənə Musa'nın səhifəsində olanlar barəsində xəbər vermədikmi? Və yaxud vəfalı olan İbrahimin səhifələrində olanlar barəsində xəbər vermədikmi? Orada deyilir ki, yəni onların səhifələrində deyilir ki, heç bir kəs başqasının günahını daşımayacaq. Hər bir insana öz etdiyi əməllər vardır. Deməli, bu kəlmələr o kitablarda qeyd olunub. Bizim kitablar da bunu təsdiq edir. Təsdiq edirsə biz iman edirik ki, o kitablarda olan bu kəlmələr Allahın kəlamıdır. Dördüncü məsələdə biz iman etməliyik ki, Quran-Kərim bundan qabaqki kitabları nəsx edir. Quran-Kərim sonuncu kitab olduğuna görə bütün ondan qabaqki kitablardakı hökmlər nəsx olunub. Yalnız Quran və sünnədə olan hökmlərdən başqa. Deməli, burada kitablar iki qismə bölündü. Birinci qism bizə vacibdir ki, onu təsdiq edək. İkinci qism isə bizə vacibdir ki, onu təsdiq edib, ona əməl edək. Birinci qism bütün kitablardır. Bütün kitabları təsdiq etməliyik. Qurandan başqa olan bütün kitablar. Tövratdır, Zəburdur, biz təsdiq edirik ki, onlar Allahın kitabıdır. Orada olan kəlamları. İkinci qismdə təsdiq edib əməl etməsi vacib olan qismdir. Bu da Quran-Kərimdir. Çünki o Allah tərəfindən qorunub, Uca Allah bu barədə bizə xəbər verilib. Uca Allah buyurur ki: "İnna nahnu nazzalna zikra və inna lehu lahafizun." Biz bu zikri nazil etdik, yəni Quranı nazil etdik və biz də onu qoruyacağıq. Deməli, bu da üçüncü rükündür. Kitablara iman etmək. Dördüncü rükün peyğəmbərlərə iman etməkdir. Biz ümumi olaraq iman edirik ki, onlar bəşərdir, onların rübubiyyətdən heç bir payı yoxdur. Onlar quldurlar, onlara ibadət olunmaz. Allah Subhanahu taala onlara göndərib, onlara vəhy verib, Allah öz ayələrini onlara göndərib, vəhy edib. Onlar əmanəti çatdırıblar, ümmətə nəsihət ediblər və bu dini
düzgün şəkildə çatdırıblar. Allah yolunda layiqli cihad ediblər və biz onların hamısına iman edirik və eləcə də Allahın bizə bildirdiyi onların ad və sifətlərinə, onlardan gələn xəbərlərə təfsilatlı və ümumi olaraq iman edirik. Və onların ən birincisi, peyğəmbərlərin ən birincisi də Adəm əleyhissalamdır. Elçilərin ən birincisi Nuh əleyhissalamdır və elçi və peyğəmbərlərin ən sonuncusu da Muhammed sallallahu əleyhi və səlləmdir. Və bütün şəriətlər də, ondan qabaqki olan bütün şəriətlər də Muhammed sallallahu əleyhi və səlləmin şəriəti ilə nəsx olunub, yəni hökmü silinib, necə ki bundan qabaqki dərslərdə qeyd etmişik. Və bu peyğəmbərlərin də ən fəzilətlisi, bu elçilərin də ən fəzilətlisi ulul azm peyğəmbərlərdir. Bunlar da Muhammed, Nuh, İbrahim, Musa, İsa aleyhissalamdır. Peyğəmbərlərə iman etmək dedik ki, onlar bəşərdir və onlar bəşəriyyətin ən fəzilətlisidir. İnsandır, insanların ən fəzilətlisidir. Onları Allah Subhanahu taala bəşəriyyətin içindən seçib, onları bu əzəmətli dərəcəyə qaldırıb və onlara vəhy edib və bu peyğəmbərliklə onlara vəzifə verib. Və peyğəmbərlərə iman etmək də bir neçə məsələnin özündə ehtiva edir. Birinci məsələ, biz iman edirik ki, Allah Subhanahu taala onlara vəhy edib və onlara peyğəmbərlik və elçilik verib. Və peyğəmbərlik və elçilik də Allah tərəfindən olan bir seçimdir, yəni üstünlükdür. Bu üstünlüyə, bu vəzifəyə insan nə qədər əməl etsə belə çata bilməz, nə qədər iddia etsə belə o insanlara, o vəzifəyə çata bilməz. Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki, Allahu a'lemu haythu yec'alu risalətəh. Allah özü bilir ki, öz peyğəmbərliyin kimlərə verir, hara verir. İkinci məsələ, biz iman edirik ki, peyğəmbərlərin sayı çox olub. Yəni elə bir ümmət olmayıb ki, onların üzərində peyğəmbər olmasın. Uca Allah peyğəmbər və yaxud elçi olmasın. Uca Allah Quran-Kərimdə buyurur ki, "Və in min ummatin illa xala fiha nadir." Elə bir ümmət olmayıb ki, onlara bir xəbərdar edən olmasın. Lakin biz bilmirik ki, onların sayı nə qədərdir. Yəni onların sayından yalnız az birini bilirik. Ümumi hamısının sayını bilmirik. Uca Allah Quran-Kərimdə buyurur ki, وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ مِنْهُمْ مَنْ قَصَصْنَا عَلَيْكَ وَمِنْهُمْ مَنْ لَمْ نَقْصُصْ عَلَيْكَ. Biz səndən öncə də elçilər göndərdik, bəzilərini sənə bildirdik, bəzilərini sənə bildirmədik, bəziləri barəsində sənə məlumat vermədik. Peyğəmbərinə məlumat verməyibsə, biz də onlar haqqında məlumatımız yoxdur. Onların ümumi adı Quran-Kərimdə peyğəmbər və elçi olaraq 25 ədəddir. Ənam surəsinin 83-cü ayəsində 18-nin adı keçir bir ayədə. Başqa 7-si də Quranın başqa ayələrində keçir. Yaxşı, ümumi sual olaraq peyğəmbərlərin və rəsulların sayı neçədir? Ümumi olaraq bilir ki, bəzi hədislər var bu barədə. Əbu Zər radiyallahu anhdan gəlir, İbn Həbbən rahimehullahın rivayətində peyğəmbərlərin sayı 124 min sayı olaraq gəlib. Elçilərin sayı isə bəzi rivayətdə 313, bəzi rivayətdə 315, bəzi rivayətdə 8000, bəzi rivayətdə 1000 gəlib elçilərin sayı. Amma bu rivayətlərin heç biri səhih deyil. Hamısı zəifdir. Bizdə səhih olan isə onların, yəni bu rivayətlərə etimad edilmək olmaz, onların sayını Allahdan başqa heç kəs bilməz. Çünki Allah Subhanahu taala bayaqki ayədə dedi ki, bəzilərinin peyğəmbərinə məlumat verib, bəzilərine məlumat verməyib, biz sayını bilmirik. O gələn rivayətlər hamısı zəifdir. Üçüncü məsələ, biz iman edirik ki, onlar arasında, o peyğəmbərlər arasında fəzilət vardır. Yəni, biri digərindən daha fəzilətlidir. Uca Allah Quran-Kərimdə bu barədə bizə məlumat verir ki, Tilkər rusul faddalna ba'dahum ala ba'd. O elçiləri biz bəzilərini bir-birindən fəzilətləndirdik. Eləcə də başqa ayədə Uca Allah buyurur ki, وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَى بَعْض. Biz artıq
bəzi peyğəmbərləri bəzilərindən, digərlərindən fəzilətli etdik. Yəni, alimlər icma edib ki, peyğəmbərlərdən elçilər daha üstündür, daha fəzilətlidir. Deməli, elçilər peyğəmbərlərdən daha fəzilətlidir. O elçilərin də ən fəzilətlisi Ulul Azm peyğəmbərlər, elçilərdir. Onların adı da Uca Allah Şura surəsinin 13-cü ayəsində buyurur ki, Şər'a ləkum minəd-din mə vəssa bihi Nuhan vəl-ləzi əvhəynə iləyk və mə vəssəynə bihi İbrahim və Musa və İsa. Deməli, dində Nuh'a tövsiyə etdiyini, eləcə də sənə vəhy etdiyimizi dində qanun etdi. Allah subhanət hala. Eləcə də İbrahimə, Musaya, İsa'ya tövsiyə olunur, dində qanun etdi. Deməli, burada Peyğəmbər nə deyir? Bu birinci Məhəmməd Peyğəmbərə deyir. Məhəmməd Peyğəmbər, eləcə Nuh, İbrahim, Musa, İsa Peyğəmbərlər. Allahın onların hamısına salavatı və salam olsun. Və bu Ulul Azm Peyğəmbərlərin də ən fəzilətlisi Allahın dostları olan Muhammed və İbrahim aleyhissalamdır. Burada da icma var. Və bu iki peyğəmbərin də ən fəzilətlisi Muhammed sallallahu aleyhi ve sellem'dir. Bunda da icma var. Və imanın 5-ci rüknü isə axirət gününə iman etməkdir. Axirət gününə iman etmək Peyğəmbər sallallahu aleyhi ve sellemin ölümdən sonra bizə xəbər verdiyi hər bir şeyə iman etməkdir. Bu da qəbir fitnəsidir, ruha üfürməkdir, insanların qəbirlərindən durmasıdır, tərəzilərdir, səhifələrdir, sırat körpüsüdür, hovuzdur, şəfaətdir, cənnətdir, cəhənnəmdir, möminlərin qiyamət günü cənnətdə öz Rəblərinin görməsidir və eləcə də daha başqa qeybi aləmdir ki, o barədə Uca Allah və Peyğəmbəri sallallahu aleyhi ve sellem bizə xəbər verir. Şəriət və ağıl ispat edir ki, insan öləndən sonra, ondan sonra bir həyat vardır. Yoxsa bu həyat boşu-boşuna olardır. Yəni, biz yaradılmışıq. Yəni, nə üçün yaradılmışıq? Ölüb gedəcəksə, ondan sonra həyat olmayacaqsa, bu həyatda yaşamağımızın mənası nədir? Deməli, bu həyatdan sonra başqa bir həyat var ki, biz bu həyatda imtahan həyatındayıq, o həyatda isə cəza və yaxud mükafat həyatında olacaq. Axirət gününə iman özündə 3 məsələni ehtiva edir. Birincisi, bərzəx həyatına iman, ikincisi, qiyamət günü duruşa iman, üçüncüsü, cənnət və cəhənnəmə iman. Bərzəx həyatına iman etmək özü iki şeyə qayıdır. Birincisi, qəbrin fitnəsidir, ona iman etmək. İkincisi də, qəbrin neməti və azabıdır. Qəbrin fitnəsi bizim bu dərsimizi keçdiyimiz kitabın mövzusudur elə. O qəbir fitnəsi, qəbir imtihanıdır, 3 sualdır. Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir? Və qəbrin neməti və əzabı da, bu da insanlar üçün qəbrin cənnət bağçalarından bir bağçaya çevrilməsi və yaxud cəhənnəm çuxurlarından bir çuxura çevrilməsidir. Və eləcə də orada olan növbə-növ əzablar və yaxud nemətlərdir. Qəbir əzabı iki sinif insan üçün olur. Birinci, kafirlər üçün Uca Allah Firavun barəsində buyurur ki, "Ən-nâru yu'radûne aleyhâ ğuduvven ve aşiyyə və yevmə təqumu s-sâ'atu udxilu âle fir'aun əşəddəl azab." Gecə və gündüz onlar oda ərz olunacaqlar, oda atılacaqlar. Bu qəbirdədir. Hardan bildik qəbirdədir? Bundan sonraki gələn kəlmədə. Qiyamət günü qalxdıqda isə onlara deyiləcək ki, onlara daha şiddətli əzab verin. Deməli, qəbirdə də od əzabı olacaqdır. İkinci sinif asiləri olacaqdır qəbir əzabı. Allah subhanət hala o asilərdən istədiyinə əzab verəcək, istədiyini əfv edəcək. Və qəbir əzabı insanlardan, asilərdən bəzilərinə olacaq. Onlardan da bəziləri, Quran və sünnədə gələnlər, bəziləri nəcasətdən qorunmayanlardır, bəziləri nəmmamlıq edənlərdir, zina edənlərdir, riba yiyənlərdir, vacib namazları yatıb qalanlardır,
təkəbbürlü olaraq isbalın, balağın topuğundan aşağı salıb gezənlərdir. Bunlar qəbir əzabı görənlərdir. İkinci məsələ isə, birinci məsələ dedik ki, qəbir, bərzəx həyatında imandır. İkinci məsələ, qiyamət günü duruşa imandır. Bu da iman etməliyik ki, orada bir gün vardır, əzəmətli gün vardır ki, o gün İsrafilin sura üfürdüyü gün andan sonra baş verəcək. Nə vaxt ki, sura üfürəcək, insanlar qəbirlərindən ayrılacaqlar. Bu da diriliş gündür. Yəni insanlar bədənlərinə qayıdacaq, ruhları bədənlərə qayıdacaq və orada bütövləşəcəklər. Öz qəbirlərində bədənləri bütövləşəcək. Sonra çiskin olaraq bir yağış yağacaq. Onların bədənləri yerdən bir otun bitdiyi kimi bitəcəklər. Sura üfürəndə onlar qəbirlərindən qalxıb alimlərin Rəbbinə tərəf gedəcəklər. Onlar qəbirlərindən çıxan vaxtı da ayaqyalın, çılpaq və sünnət olmamış halda olacaqlar. Və onlar məhşər torpağına toplanacaqlar. Uca Allah Quran-Kərimdə buyurur ki, يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ O gün yer başqa bir yer ilə əvəz olunacaqdır. Onlar bir yerdə toplaşacaqlar, orada uzun müddət qalacaqlar. Onlara olan sıxıntının şiddətinin üzərinə günəş də bir mil miqdarına insanlara yaxınlaşacaqdır. İnsanların günahlarının miqdarında öz tərlərində boğulacaqlar insanlar. Bəzi insanlar tərlərində boğulacaq, bəzilərinin tərləri göbəklərində olacaq, bəziləri isə Allahın ərşinin kölgəsində kölgələnəcəklər. Sonra şəfaət günü olacaq, şəfaət olacaq. İnsanlar peyğəmbərlərin yanına gedəcəklər, ulul-azm elçilərin yanına gedəcəklər. Onların atası olan Adəm əleyhissalamın yanına gedəcəklər. Hamısı üzrxahlıq getirib Məhəmməd peyğəmbərin yanına yönləniləcək. Məhəmməd peyğəmbər də ərşin altında səcdə edəcək və Allah Subhanahu taala ona şəfaət etməyə icazə verəcəklər. Eləcə də qiyamət duruşudur. Qiyamət günü hesab duruşudur. Allah Subhanahu taala ilə qul tək, tənha bir yerdə qalacaqlar. Onlar arasında bir tərcüməçi olmayacaq. Allah onlara günahlarını etiraf etdirəcək, unutduğu günahları xatırladacaq. Ona deyiləcək ki, sən belə etmisən, belə etmisən. O da deyəcək ki, ey Rəbbim bilirəm, ey Rəbbim bilirəm. Eləcə də qiyamət günü duruşlarından tərəzidir. Orada qulların əməlləri, salih və pis əməlləri böyük bir tərəziyə qoyulacaq. O qədər böyük ki, göylər və yer ora qoyulsa, o tərəzi onu çəkər. Mələklər deyəcək ki, ey Rəbbimiz, bu tərəzi kimi çəkəcəkdir? Nəyi çəkəcəkdir? Deyəcək ki, mənim məxluqatımdan kimi istəyirsən çəkəcəkdir? Onlar deyəcək ki, Subhanəkə mə əbədnəkə haqqa ibadətük. Ey Rəbbimiz, sən hər şeydən münezzəhsən, biz sənə layiqli ibadət etmədik. İnsanlar bu tərəzidə 3 qismə bölünəcəklər. Onlardan bir qisminin tərəzisi, savabları ağır gələcək. Bunlar da xoşbəxt insanlardır. Bunlar birbaşa cənnətə düşəcəklər. İkinci qism günahları savablarından çox olanlardır. Bunlar da bədbəxtlərdir. Uca Allah Quran-Kərimdə buyurur ki, فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُمُّهُ هَاوِيَةٌ وَمَا أَدْرَاكَ مَا هِيَهْ O gün kimin tərəzisi ağır olacaq, onun üçün gözəl bir yaşayış vardır. Kimin tərəzisi yüngül gələcəksə, cəhənnəm onun yeridir. Sən nə bilirsən, o nədir? Üçüncü qism isə günahları ilə savabları bərabər olanlardır. Bunlar da əraf əhlidir. Onlar qiyamət günü cənnətlə cəhənnəm arasında uzun bir müddət qalacaqlar. Uzun bir müddət qaldıqdan sonra Allahın rəhməti ilə cənnətə salınacaqlar. Eləcə də qiyamət duruşundan yerlərindən biri də hovuzdur.
O hovuz ki, onun eninin və uzunluğunun məsafəsi bir ay məsafəsindədir. Onun suyu qardan daha soyuq və baldan daha ləzzətlidir. Onun ətrafında qədəhlər səmada olan ulduzların sayı qədər olacaqdır. Kim ondan bir qurtum içərsə, heç vaxt susamaz və heç vaxt üzü qaralmaz. Eləcə də o duruşlardan biri insanların sıratdan keçən vaxtıdır. Bu da xoşbəxt kəslərlə bədbəxt kəsləri ayıran bir sıratdır, körpüdür. Əbu Səid Xudri radiyallahu anh buyurur ki, mənə Peyğəmbər sallallahu aleyhi ve sellemdən xəbər çatıb ki, o körpü tükdən daha incə və qılıncdan daha iti olacaqdır. İnsanlar oradan əməllərinə görə keçəcəklər. İnsanların oradan keçən vaxtı fərqliliyi zülmət və qaranlıq, zülmət və nur baxımından fərqlənəcək. Yəni, insanların əməllərinə görə qarşısı işıqlanacaq, bəzilərinin isə əməlləri az olduğuna görə qarşısı zülmət olacaq, qarşısını görməyəcək. Eləcə də onlar sürət və yavaş getmək baxımından bir-birindən fərqlənəcəklər. Əməlləri yaxşı olanlar sürətli keçəcək, pis olanlar yavaş keçəcək. Eləcə də cəhənnəmdən olan qırmaqlar gəlib onları ətlərin parçalayıb aparacaq. Bəzilərin bir hissəsini bəzilərini toxunub o körpünü keçsələr belə bəzilərini o qırmaqlar dartıb cəhənnəmə atacaq. Allah bizi o oddan qorusun. Deməli, birinci məsələ dedik ki, bərzəx həyatına iman etməkdir. İkinci məsələ qiyamət duruşuna iman etməkdir. Üçüncü məsələ cənnət və cəhənnəmə iman etməkdir. Bu da uzun bir mövzudur. Biz əsas olaraq bilməliyik ki, cənnət və cəhənnəm yaradılıb, hətta indi belə mövcuddur. Bu barədə dəlillər var və onlar qalacaqlar, heç vaxt itməyəcəklər. Qiyamət qopana, axıra kimi əbədi olaraq qalacaqlar. Deməli, sonuncu məsələ, bunu da götürək inşallah. Çox uzun oldu. İnşallah bunu qısa götürərək. Bu da qədərə iman etməkdir. Altıncı iman, altıncı rüknün qədərə iman etmək. Uca Allah buyurur ki, hər bir şeyi qədər ilə yaratdıq. Qədərə iman etmək, Allahın bizə əzəli və əbədi məlumat verdiyi hər bir şeyi iman etməkdir. Allah subhanətə hər bir şeyi lövh-i mahfuzda yazıb, yəni qiyamətə günü olacaq, hər bir şeyi lövh-i mahfuzda yazır. Deməli, burada 4 məsələ var. Birincisi, elmdir. Bilməliyik ki, müsəlman iman etməlidir ki, Allah subhanətə Allah hər bir şeyi geniş elmi ilə bilir. Bizim etdiyimiz hər bir şeyi. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Rabbənə vəsi'tə kullə şeyin rəhmətən və ilmə. Ey Rəbbimiz, sən hər bir şeyi rəhmin və elminlə əhatə etmişsən. İkinci mərtəbə, Allah subhanətə hər bir şeyi, yəni qiyamətə kimi hər bir şeyi yerlərin və göylərin və yerin yaradılışından 50.000 il əvvəl yazmışdır. Lövh-i mahfuzda yazmışdır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İnna Allah kətəbə məqadirə kullə şeyin qablə xalqı səmavati vəl-ərd bi 50.000 sənə və arşuhu aləl-mə. Allah hər bir şeyin qədərin göylər və yer yaradılmamışdan qabaq 50.000 il qabaq yazmışdır. Onun ərşi suyun üzərindədir. Üçüncü mərtəbə isə istək mərtəbədir. Mömin iman etməlidir ki, Allah subhanət hala istədiyi olur, istəmədiyi olmur. Hər bir insan üçün bir istek də vardır. İnsanın isteği də Allahın isteğinə bağlıdır. Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهُ رَبِّ الْعَالَمِينَ. Aləmlərin Rəbbi Allah istəmədikcə siz istəyə bilməzsiniz. Dördüncü mərtəbə isə yaratmaqdır. Mömin iman etməlidir ki, Allah subhanət Allah hər bir şeyi yaradıb, hətta fərdləri və zatları belə, hətta sifətləri və əməlləri belə hər bir şeyi Allah subhanət Allah yaradıb. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Həl min xaliqun qeyrullahi yarzuqkum minəs-səma vəl-ard.
Göylərdən və yerdən sizi ruziləndirən Allahdan başqa bir xaliq varmı? Varmı? Başqa ayədə Uca Allah buyurur ki, Allahu xaliqu kulli şey. Allah hər bir şeyin yaradanıdır. Yəni insan bilməlidir ki, Allah Subhanahu taala insanın əməllərini Allah Subhanahu taala yaradıb. Bu qədərdə vardır. Bu da Allahın elmi ilə olur. Allahın istədiyi hər bir şey olacaqdır, istəmədiyi hər bir şey, heç bir şey olmayacaqdır. Yəni müsəlmana vacibdir ki, bu qədər məsələsində çox dərinə getməsin. Çünki incə məsələdir, orada insan aza bilər. Allah qorusun. Və bu da ümumi olaraq 4 məsələ imanın şöbələri və mərtəbələri idi. Şöbələr və rükunları idi. Ümumi olaraq İslamla imanın fərqi də bundan qabaqki dərslərdə demişik. İslam ümumidir, iman xüsusidir. Onlar bir yerdə gələndə ayrı mənalar verirlər, ayrı-ayrı gələndə eyni mənalar verirlər. Yəni bir kəsə mömindir deyəndə o da müsəlmandır deməkdir. Müsəlman deyəndə o mömindir deməkdir. Amma ikisi bir yerə gələndə, ikisi bir yerdə istifadə olunanda imanın ayrı tərifi var. İslamın ayrı tərifi var. İslam daha ümumidir. İman İslamın içində olan bir mərtəbədir. Daha doğrusunu Allah bilir. Allah bize eşitib faydalanlarda etsin. Subhanakallahumma bihamdik və əşhadu an la ilahe illa ent və estəğfiruke və etûbü ileyk.